Salam dostlar. Proposition 100-ə qədər izahını səhifəmizdə paylaşmışıq. 100-dən 200-ə qədər uşaqlar tapşırıqlar işləyəndə çox dedilər səhvimiz çıxıb. 100-dən 200-ə olan hissəsi çətin idi. Gəlin bir dənə suallara baxaq görə həqiqətən çətindir, yoxsa onlar tənbəllik edirlər. 101-ci sualda deyir ki, xahiş edirəm qoy bu qutunu stolun stolun içinə, biz bilirik ki, stolun altına falan olar da, yəni ya stolun üstünə olar ya da stolun altına. Ona görə mən götürəcəm under. Stolun altına qoy ki, o daha təhlükəsiz olsun. 102-də deyir ki, o köçdü here, bura, başqa bir şəhərdən ki, yeni həyata başlasın. Digərləri uyğun gəlməyəcək. 103-cü sualda mümkünsüz idi mənim üçün də evə 4-də çatmaq. Saatların qarşısında daha çox ət işlənir. Mən də baxıram elə ət olan variantım var. Yəni mənim üçün mümkünsüzdür deyirik də, düzdürmü? It is impossible for me. 104-cü sualda deyir kuxna tüstü ilə dolmuşdu. Fill dolmaq deməkdir. O deyir heç nə görə bilmirdi tüstünün içində. Birinciyə with verdiyimizə görə filled with olacaq. Tüstü ilə. İlə mənasını verən A və Y variantları arasında qalıram. Tüstünün içində heç nə görmək olmurdu deyə A variantını götürürəm. 105-də o gec he works late at night olacaq. Yəni gecə geç saatlara qədər işləyir. 106-da xəzinə gizlənmişdi. Köhnə bir ağacın altında olar. Yəni köhnə ağacdan əvvəl, nə bilim, köhnə ağac ilə köhnə ağac arasında, yəni ancaq altında mənası uyğun gəlir və cümlə bitmiş zamanda olduğuna görə ya for verməliyəm, ya da since. Since odur ki, müddətin başlanğıcını bildirir. Məsələn, desək ki, 19-cu əsrdən bəri mən orada since götürərəm. Amma burada müddətin özünü verir ki, yəni bir əsrdən artıq olduğuna, müddətin, tarixin özünü verdiyinə görə B variantını götürəcəm. Gəlirəm 107-ci suala. Deyir ki, təzə çörəyin qoxusu. Un da bilirik ki, nədir uşaqlar? C variantı ofu götürəcəm. Uşaqlar oynayırdılar on the swings, yəni yelləncəklərin üzərində, oyun meydançasında. In olmadığına görə əti götürürəm. In the playground, at the playground. Baxıram növbətiyə 109-cu sualıma. 109-cu sualda deyir ki, he didn't realize how late it was midnight. Midnight normalda ətlə işlənir. At midnight, at night. Amma baxıram burada o yoxdur. Deyir, o anlamırdı ki, necə gecə idi. Yəni gecə yarısına dək olması necə gecə idi, anlamırdı. Yəni with midnight gecə yarısı ilə mənasızdır. Gecə yarısına görə of ümumiyyətlə birləşmələrdə işləyir. Nəyinsə düşməyidir yerdən göyə, nəsə belə bir şey. From mənaya uyğun gəlmir. Zamanı olduğuna görə til götürürəm. Amma bu çox saçma bir sual idi. Uşaqlar, rely nə ilə işlənir? Onunla işlənir deyə düşünmədən götürürəm. A young lady, deyir, gənc bir qadın, qucağında uşaq olan, qollarında uşaq olan gənc bir qadın otağa gəldi. Otaqdan gəldi, otaq üçün gəldi, otağın gəldi. Yəni came, otağın içinə gəldi onlar da, Y variantı. Came into the room. 12-də deyir ki, o sildi tozu köhnə kitablardan. Demək, wipe off verəcəyik yəni ki, burada. Gəlin yoxlayaq. Due to məna görə deməkdir. In spite of baxmayaraq ki, in içində, at yanında mənasızdır. Yəni wipe the dust off the book. Yəni görürsüz, yəni kitabın üstündə toz var imiş, götürüb onu belə silib yerə töküb də. Yəni off, dust off, wipe off. Yəni silib atdı yerə. 113-də deyir ki, komandanın çox işi layihə təqvimində bitdi də, yəni uyğun olaraq bitdi. Komanda biz bilirik ki, out of çölünə deməkdir. Into içinə, off nəyisə düşməsi, without sizsiz. Yəni deyirəm ki, komandamızın yəni səyinin nəticəsində layihə vaxtında bitdi. 114-cü sualda deyir ki, şəhər indi daha təmizdir. Daha ciddi mühit siyasətinə görə olduğuna görə because of verəcəm. As a result of olmalıydı. Due to ilə işlənməlidir. Digərləri də məna cəhətdən uyğun gəlmir. 115-ci sualda isə deyir ki, vaza düşdü və qırıldı döşəmənin üzərində. On the floor. 116-da it was very hot. Deyir, isti idi oturmaq günəşdə. Günəşin şüalarının içində olduğuna görə həmişə in the sun, in the sunlight belə veririk də. Demək, günəşdə oturmaq üçün çox isti idi. Biz deyir, bir dənə süfrə sərdik ağacın kölgəsində.
Ağacın olduğuna görə off verəcəyik. Günəşin də şüası inlə işləndiyinə görə A variantı qalır. 117-də isə uşaqlar dawn sübh çağı deməkdir, ətlə işlənir. Morning isə inlə işlənir. Gəlin yenə tərcümə eləyək. Əgər deyir səyahətçilər sübh çağı tərk eləsələr, onlar səhərin they will reach the top in the morning. Hə, zirvəyə səhər çatacaqlar. 117-də düzgün cavabım D-yə oxşuyur. 118-də isə deyir ki, mən deyir məktub tapdım. Hardan tapdım ay uşaqlar? Köhnə qutunun üstündə də olar, içində də olar. Mənim nənəmgilin evində. Hə, nənəmgilin evində deyirsə at my grandmother's house olacaq. 119-cu sualda deyir ki, biz restoranda nahar eləyirdik. İç of as olar da. Biz bu şeyi keçmişdik də sizinlə. Əvəzi dərsin keçəndə iç of as, non of as, yəni bizim hər birimiz deməkdir. Pay də forla ödəyir. Nəyə görə forla işlənir? Çünki yediyi verirsən axı. Deyir ki, yediyimiz üçün ödədik. A variantı. Pay forla işlənir. Ümumiyyətlə yadda saxlayın. 120-ci sualda deyir ki, muzey bağlanmışdı yenilənməyə görə. Mən də baxıram ki, duyunun yanında tu yoxdur. Bay yanında deməkdir, tu a deməkdir, into içində deməkdir. Yəni yenilənmək üçün muzey bağlanmışdı. Bu olar. 121-də deyir ki, ən böyük sirlərdən biri odur ki, gəl baxaq. Ən böyük sirlərin biri of verəcəm. Hə, təbiətin ən böyük sirlərinin biri. İkisinə də ın verdiyimə görə Y variantı. Cümləni analiz eləmək lazımdır beyində. Yəni bunu da daha çox reading eləyən uşaqlar bacarar. Yoxsa mən söz əzbərləməyim, preposition taparam, elə bir anlayış yoxdur. Məsələn, 121-ci sualı görürsüz, sırf tərcüməyə əsaslanır. Yəni təbiətin ən böyük möcüzələrindən biri quşların miqrasiyasıdır. Yəni köç etməsidir. 122-ci sualda deyir ki, küçələr neynəmişdir uşaqlar? Were unusually quiet. Deyir ki, milli tətilə baxmayaraq, burada görürsünüz bir ziddiyyət var da. Küçələr deyir ki, olduqca sakit idi. Yəni baxaq, the streets were unusually quiet due to the national holiday. Hə, amma belə də olar da, milli bayrama görə küçələr olduqca sakit idi. Bayramda hamı evdə oturur axı, yəni ona görə yəni iş gücü olmur da. Yəni, amma bizdə bayramda hamı çörə bayra tökülür. B variantı da onda bizə uyğun gəlir ki, milli bayrama baxmayaraq da küçələr olduqca sakit idi. Çünki bizdə hamı gedir parka, gəzir, eləyir. Amma onlarda demək ki, ailə stolu yaradırlar, öz evlərinə keçirdilər. 123-cü suala baxıram. Deyir ki, kənd qar. Bulan kidəsində adialdır. Elə bir ki, burada bir mübaliğə eləyir də. Qarın yorğanı. Adyalı, yəni şəhəri örtmüşdü də. Deyir ki, kənd qalmışdı qar yorğanının altında. A variant verəcəyik. 123A. Keçən növbəti sualıma. Burada niyə variantlar var ki? Mən işlədim yoxsa bunları? Hə, işlədim də. Demək, 124-də baxıram. Səmanın rəngi dəyişdi. Günəş, okey. Yəni, burada səmanın off verəcəm. Bilirsiniz ki, off-offu başqa şeydir. Hər il milyonlarla quş, biz bilirik ki, off olanda milyon, zat, min, bunu hər iki tərəf cəmlənir və ikinci tərəfə off verirəm. Deyir, hər il milyonlarla quş isti ölkələrə B variantı verəcəm, A olduğuna görə. 126-da deyir ki, ağır heavy rainfall, yəni çox qar düşməsinə görə bir neçə yollar şəhərdə daşdı da, yəni were flooded. Yəni, in spite of, despite eyni şeydir uşaqlar, bunu verməyəcəm. Instead of əvəzinə deməkdir. As nədir ümumiyyətlə? Cavab qalır nəticəsində. Yəni ki, ağır bu qar yağması nəticəsində bir neçə yol, yəni daşdı. 127-ci sualda birinci, həmişə cümlənin zamanına da biraz diqqət edin. Əgər variantlarda since falan görürsünüzsə, deyir ki, mən burada saat 8-dən bəri bu səhər gözləyirəm. Yəni cümlə indiki bitmiş zamandadsa, əlbəttə ki, onun zaman zərfi since ola bilər, for ola bilər. 128-ci sualda isə uşaqlar deyir ki, they haven't spoken to each other since the argument. Yenə cümlədə indiki bitmiş zaman var. Ya since götürəcəm, ya for'u götürəcəm. Amma for müddəti bildirir. Məsələn, 2 ildir danışmırlar desəm, for verərəm. 3 ildir danışmırlar, for verərəm. Amma deyir ki, o mübahisədən sonra onlar hələ də danışmayıblar bir-birlərinə. Yəni, müddətin başlanğıcını bildirir deyə since verəcəm. Ümumiyyətlə, yazı saxlayın ki, for'dan sonra elə bir ki, bir cür necə deyək, rəqəm gəlməlidir, months, year falan, belə sözlər gəlməlidir. Məsələn, desəm ki, keçən həftədən
bəri, onda since verəcəm. Amma desəm ki, 2 həftədir, orada artıq for verəcəm. 129-cu sual deyir ki, çoxlu miqrantlar gəldilər Amerikaya müxtəlif ölkələrdən. Əlbəttə ki, AE, bir də from. Enter biz bilirik ki, özündən sonra sözünü qətiyyən tələb eləmir. Enter'dir, ask'dır. İndi qarşımızda inşallah başqaları da çıxar. Və birinci hissədə boşluq olmalıdır. Surprise də ətlə işləndiyinə görə C variantını götürəcəm. 131-də isə deyir ki, his name was mentioned several times. Onun adı bir neçə dəfə çəkildi. Məqalənin içində D variantını götürəcəm. 132-ci sualda isə deyir ki, vacibdir münasibətləri qurasan digər ölkələr ilə ki, which make interest in, to make interest, to be interested in, yəni bu formada işləndiyinə görə 132-ci sualda da Y variant verəcəm. Yəni deyir ki, vacibdir ki, əlaqələr qurasan başqa ölkələr ilə ki, onların hansı ki deyir, neft layihələrində maraq yaradır da. 133-cü sualda deyir ki, uçuş gecikmişdi. Ağır dumana görə mənası da verən due to-dur. Despite baxmayaraq ki, since indiki bitmiş zamanı bildirir. For da indiki bitmiş zamanı bildirir. Due to ilə işlənir. 134-cü sualda bizə deyir ki, it was important to establish contacts. Vacibdir ki, əlaqə yaradasan şirkətlər ilə, hansı ki, bu da eyni qaydadadır. Burada yenə götürəcəyik biz with və in. O birisi sual oxşuyur deyir C variantı. 135-ci sualda deyir ki, bütün oğlanlar stolun ətrafında əyləşmişdilər. Baxıram ki, stolun üzbəüz falan belə yazıb. Deyir ki, John götürdü stul qardaşının arasından olmaz. Qardaşının yenə arasından. Baxıram ki, at his brother qardaşının at bilirsiniz nədir? Daha da yanında. Mən də baxıram ki, burada C, D arasında qalıram. Deyir, bütün oğlanlar oturmuşdular stolun arasında. Əman bilirəm arasındadır. İndi bir də var deyirəm ki, bütün oğlanlar oturmuşdular stolun. Stolun heç bir mənasını verməyəcək deyə. At the table. At the table nə deməkdir uşaqlar? Biri var on the table, stolun üstündə. Biri də var at the table, stolun qarşısında. Yəni belə oturmuşsan, stol da sənin qarşındadır. Vizitdən sonra sözünü gəlmir deyə boş qoyuram. Həftənin günləri 10-la işlənir. 10 boşluq A variantındadır. 137-ci sualda floor. Mərtəbə sözü həmişə 10-la işlənir bu arada. 10-la işlənirsə variantlarımın bəziləri çıxır. İndi deyir ki, post office binanın ikinci mərtəbəsindədir. Binanın dediyinə görə off-la verəcəm. 138-ci sualda you must stay at home. Sən deyir, ya evdə qalmalısan, evdə ətlə verəcək. Ya da yatağa getməlisən. Yatağa olacaq artıq AE. 139-cu sualda deyir ki, şəhər böyüyüb. Cümlə indiki bitmiş zamandır. Axırıncı əsas festivaldan bəri şəhər böyüyüb. Yəni indiki bitmiş zamanda olanda diqqətli olursunuz ki, ora ya since ya da for verəsiniz. 140-cı sualıma baxıram. What are the books written? Mark Twain tərəfindən dediyimizə görə, daha çox alimlərdə, sizin yazıçılarda falan. Görürsünüz ki, məsələn, burada passive voice-da bir cümləmiz var. Orada by veririk. Deyir ki, başqa nə kitablar Mark Twain-dən yazılıb? Və sən you got in your library. Hə, sənin kitabxanada var da. A variant. Keçirəm 41-ə. I wrote a letter. Mən məktub yazdım dostuma şənbə günü. Həftənin günləri 10-dan işlənir. 142-ci sualda isə deyir ki, prices of fresh vegetable. Təzə meyvə tərəvəzin qiyməti qalxıb. Uzun sürən quraqlığa görə. Görə isə məndə due to işlənməli idi, səhvdir. Because-dan sonra cümlə gəlməli idi, söz birləşməsi. Ümumiyyətlə saxlayın ki, because of-la due to-dan sonra söz birləşməsi gəlməlidir. Amma because-la as-dən sonra cümlə gəlməlidir. Mən ona görə B variantını götürəcəm ki, yəni uzun sürən quraqlıq nəticəsində tərəvəzlərin qiyməti qalxdı. 143-cü sualda deyir ki, çox insanlar xəstə olublar. İçmək, xarab su içdiklərinə görə nəticəsində xəstə olublar. Despite baxmayaraq ki deməkdir. Because-dan sonra dedim, axı cümlə gəlməlidir. Due to olsaydı götürərdim, amma to-su yoxdur. Opposite üzbəüz əksində deməkdir deyə A variantını götürəm. Mənim atam apardı məni station, vağzala, maşınla. Mən bilirəm ki, bura on a car yazsam, bundan sonra article gəlməlidir. Həm də kiçik nəql vasitələri onunla ilə işlənirlər. Demək, mənim atam apardı məni vağzala. A to olacaq. B ilə Y arasında qalıram. Maşınla. Biz demişik ki, by'dan sonra nəqliyyatın qabağında artikel işlənməz deyə Y variantı doğrudur.
145-ci sualda deyir ki, şirkət hal-hazırda fraud bilirsiniz nədir? Fırıldaqçılıq. Fırıldaqçılıq üçün araşdırma aparır da. Yəni baxıram ki, fırıldaqçılıq araşdırması altında işlər aparır. O mənada işlənəcək burada. 146-da laf ətlə işlənir. Y variantını yazacağım. Amma bir dənə baxaq. Amma tələsməyək. Birdən ürəyimdə qaldı. 145-i birdən deyirəm, başlaşmalısınız. Şirkət hal-hazırda, gəlmdən bunu silək, deyəsən 146-da da səhv baxdım. 145-də deyir ki, şirkət hal-hazırda fırıldaqçılıq araşdırması altında iş aparır. Yəni, o birisi uyğun gəlmir. For investigation is currently under investigation. Araşdırma altında olur. 146-da deyir, onlar rəqs edilər və güldülər. Erkən saatlar, səhərin erkən saatlarına dək. Til olacaq burada. Into içinədir, of ındür, for üçündür, əttidadır. Məna uyğun gəlməyəcək. Watchdan sonra sözünü gəlmir. In the evening işlənir deyə A variantını götürürəm. Go home, home sözün qabağında to işlənmir. Tired, to be tired of-la işləndiyinə görə D variantını götürəcəm. 149-da deyir ki, o ev tapşırığını bitirə bildi. Çoxlu distraction, fikir yayındırma onun ətrafında. Yəni, onun yanı ətrafında çoxlu fikir yayındırması olmasına baxmayaraq, o ev tapşırığını vaxtında yəni, eləyə bildi. Because of-la due to eyni şeydir deyə olmaz. Cavabım qalır D variantı baxmayaraq. Körpü dağıldı. Ağır yük maşınının çəkisinə görə. Görə isə because of ya da due to olacaq. Digərləri around ətrafında, behind arxasında, in front of qarşısında. 151-ci sualım məndə deyir ki, to be interested ilə işlənəcək əlbəttə ki. 52-də deyir ki, Anna kilsəyə gedir avtobusla. By bus olacaq. Çünki yada saxlayın ki, bus normalda on sözü ilə də işlənir. Amma ondan sonra article gəlməlidir. On the bus, on a bus bu formada olmalıdır. 153-cü in the city center olar. Yəni şəhərin mərkəzində yerləşir kitabxana. 154-cü sualda isə deyir ki, gözəl burada there is a beautiful view the mountains from here. Buradan dağların gözəl görüntüsü var. Dağların ün of olacaq. 155-ci sualda label etiket deməkdir. Peel soymaq deməkdir. Yəni deyir ki, etiket soyuldu, isladıldıqdan sonra. Soyulanda görürsünüz, soyursan atırsan da, düzdürmü? Ona görə of verəcəyik biz ora. Çünki digərlər məna cəhətdən uyğun gəlir. 106-cı sualda biz bilirik ki, food peşkom deməkdir. Bu 10 fut olmalıdır deyə B variantı getdi. Nəqliyyat vasitələrini vizdən verməyəcəyik uşaqlar. Ship gəmi böyük nəqliyyat vasitəsi sayıldığına görə birincisi ondan işlənməlidir. Həm də demişik ki, nəqliyyat vasitələri inlə ondan işlənirsə, mütləq ondan sonra article da gəlməlidir. Çıxdı. Nəqliyyat vasitələri inlə ondan işlənirsə, article da olmalıdır. A variantda çıxdı, qaldım. In a car olmalıydı da elə bil ki də. In car olmaz. 157-ci sualda eynidir. Məsələn, peşkom 10 fut olmalıdır. Tramvay in a tramvay olmalıdır, ya on a tramvay. Nəqliyyat vasitələri vizlə işlənməz. Məsələn, mən desəm ki, mən kəndə Nurlan ilə gedirəm, viz Nurlan deyə bilərəm. Amma maşınla gedirəm deyəndə by car deməliyəm. Mən maşındayam, I am in a car verməliyəm. Sadə dərsdir əslində. 157-də A variantında on car-yu on a car olmalıdır. Dedim axı, by ilə veriləndə article vermişsiniz. Digər hallarda verirsiniz. Demək, sosial media sözü on the social media deyilir. Həmişə ondan işlənir. 159-da istəyir ki, iclas başlayacaq düz saat 10-da. D variantı yazacağım 159-a. Aha, keçdim 160-a. There is a large crowd. Aha. Baxıram ki, 160-cı sualda deyir ki, böyük izdiham var idi konsertdə keçən gecə. Konsertdə. Daha da in yoxdur deyə. In the concert, at the concert da verə bilərəm. I am thankful to you, to be grateful to somebody, to be thankful to somebody. Kiməsə minnətdar olmaq. Kiməsə olduğuna görə sənə mənə köməyin üçün deyir də orada ikinci hissədə də. Ona görə 161-də B variantı qalır. Keçirəm 162-yə. 162-də baxıram ki, deyir ki, 162-də cavab götürəcəyik. Depend bilirik ki, onunla işlənir. To be bored, sıxılmaq deməkdir.
I am bored, to be bored with olmalıydı deyə bu da çıxdı. 1-2 qalır. Y variant. Digərləri doğrudur. 163-də borrow from-la işlənir. 400-də prepare for-la işlənir. Spend money on something. Pulunu nəyəsə xərcləmək onunla işlənməlidir. To apologize, yox, burada of-la işlənən ifadə deyil. Ona görə 3-4 doğrudur. A variantı. 164-cüdə deyir ki, o bitirdi yarışı çox yorğun hiss etməsinə baxmayaraq. Bilirik ki, although, despite, in spite of 4-də baxmayaraq ki deməkdir. Amma although-dan sonra cümlə, despite, in spite of-dan sonra isə söz birləşməsi gəlir və bu da söz birləşməsidir. Çünki cümlənin özünün mübtədəsi yoxdur. Interested in, listen to ilə işlənir. Bu sadə idi. 166-cı sualda deyir ki, biz gördüyük məşhur aktrisanın səhnədə. Səhnədə həmişə on the stage olur, çünki səhnənin üstündə olur. Və gül dəstəsi də bunch of flowers olur. Bu nümerətli sözlərdə biz bunu keçmişik. A variantı doğrudur. 167-də deyir ki, əgər sənin butulkan boşdursa, onu su ilə doldur, with water. Aha, baxıram ki, with. Deyir ki, biraz onun içində sok var. In verəcəm ikinci hissəmə. 168-də deyir ki, Sara kitabını axtarırdı, hansı ki onun atasına məxsus idi. Belong həmişə to ilə işləndiyinə görə ya A, ya C variantını götürəcəm. Look da inlə işlənməz ki. Look at olar, look for olar. Look for da axtarmaq mənasını verir. 169-cu sualda baxıram ki, deyir ki, o keçirdib həyatının çox hissəsini in verdiyimə görə of verəcəm. To be fond of-la işlənir, listen da to ilə işlənir. Düzgün cavabım A variantı qalır. 171-də deyir ki, mən səni görəcəm 1 saata, yəni 1 saatın içində görüşərik də görərəm səni. 172-ci sualda isə deyir ki, o aldı gözəl bir hədiyyə dostundan olduğuna görə B variantı. 173-də deyir ki, biz gəzməyə getdik. Hara getdik uşaqlar? Çimərliyə, at sunset. Gün batışı, gün doğuşu ətlə işlənir. Çimərlik isə on the beach olduğuna görə B variantı. 174-də biz gəzə-gəzə getdik. We walked home. Biz evə gəzə-gəzə getdik. After the concert, konsertdən sonra, because no buses, late, gecə avtobuslar yox idi, gecə. Gecə sözdə ətlə işləndiğinə görə, bəli, konsertdən sonra evə gəzə-gəzə getdik, çünki avtobus yox idi. Hər kəs dişini səhər yumalıdır. Səhər isə in the morning verəcəyik. 176-cı sualımızda iqtisadi krizis, yəni krizisdə elə çoxlu ailələr daha balaca evlərə köçməlidir. In spite of, despite eyni şeydir. Due-nun yanına to yoxdur. Yəni C variantı as a result of, nəticəsində deməkdir. Yəni iqtisadi krizlərin nəticəsində çoxlu ailələr daha balaca evə köçməlidirlər. 177-ci sualımda deyir ki, biz görüşəcəyik kafedə, düzdürmü? At the corner around, biz kafedə görüşəcəyik. Baxıram ki, kafedə olanda in kafe, at kafe, cavab Y variantı uyğun gəlir. 178-də laf daha çox ətlə işlənir. Deyir ki, she laughed at his silly joke. O onun axmaq zarafatına güldü. Baxmayaraq ki, being upset earlier. Daha əvvəl məyus olmasına baxmayaraq onun axmaq zarafatına güldü. Laf ətlə işlənir uşaqlar. Laf ət olur, smile ət olur. Qayda dəftərimizdə var. 179-da biz dayandıq balaca bir kənddə. Dağlara gedən yolumuzun üstündə. Görürsünüz, sizin qayda dəftərinizdə də var ki, on our way to Baku, yəni Bakıya gedən yolda həmişə yolun üzərində olanda 10 verəcəksiniz. İndi burada in a small village yoxdur, at small village götürəcəm. 180-ci sualıma baxıram. 180-ci sualda onun adı listələnmişdi. Ən yaxşı yeni rəssamların altında, nəsə də belə bir şey. Niyə? Çünki deyir ki, onun adı listə girmişdi. Ən yaxşı yeni rəssam kateqoriyası altında verəcəyik. 181-də biz deyir dost olmuşuq. Cümlə indiki bitmiş zamandadır və since görürəm burada. At university işlənir, universitet ilə yox. Bu deyir ki, biz universitetdə ilk günümüzdən bəri dost olmuşuq. 182-yə isə baxıram. 182-də bizə nə deyir? Deyir ki, he spoke with a tone. O deyir ki, məyus tonla danışırdı səsində. Səsində in his voice olur. Və deyir ki, he spoke with a tone of disappointment. Məyusluğun tonunda danışırdı səsində. Səs normalda inlə işlənir. 183-də deyir ki, uçuş gecikirdi texniki problemlərə görə due to olmalıdır. B variantı getdi. Because of verərəm. Bəli. Aha, deyir ki,
bizə nə deyir? Deyir ki, təyyarədə olan with a plane. Təyyarədə olan texniki problemlərə görə uçuş gecikirdi. Hə. Yəni burada for verməyəcəm. For you because of daha yaxşı uyğun gəlir. With a plane. 184-də deyir ki, pişik tullandı stoldan. Yəni bir yerdən yuxarıdan aşağıya tullamaq of-dır. Və deyir yastığın yanında qıvrıldı. A variantı. 185-də mən gözlədim kafedə bağlanan vaxta qədər. Belə bir şey olmalıdır. İndi baxıram ki, qədər dakidək antildir, düzdürmü? Kafedə gözləmək də in a kafedir. O əyləşdi maşında gecə yarısına dək. Gecə yarısında maşına əyləşdi də olardı. Amma burada deyir ki, gecə sit oturdu. O oturdu maşına gecə yarısından bəri olmayacaq. İndiki bitmiş zamanı. Gecə yarısının içinə olmayacaq. Gecə yarısından olmayacaq. Gecə yarısı ilə gecə yarısına dək maşının içində oturdu. 87-də deyir ki, o yavaşca qaldırdı qapağı. Lift off verəcəm. Çünki qapağı qaldırıb qazandan ki, yoxlasın da. Çünki digərləri məna cəhətdən uyğun gəlmir. Amma lid of the pot da olsa yaxşı olardı, qazanın qapağı. 188-də deyir ki, mənzərə gözəl idi, buludlu havaya baxmayaraq. A variantı verəcəm. Çünki in spite of-u yoxdur. Digərlərdə siz indiki bitmiş zamanda zətdə işlənir. He placed the vase. O bir vazanı qoydu stolun üstündə şamların arasına. Şamların arasına stolun üstünə qoydu. Stolun üstündə on the table'dır. Ya B'di ya C'dır. Prosta şamın da içinə qoymazlar. Axı şamların arasına qoyarlar da. 190-cı sualımda deyir ki, he drove, o sürdü, sahil boyunca balaca bir kəndə sürdü. Yəni balaca bir kəndə maşını sürdü, sahil boyunca. Boyunca alongdur. Balaca kəndə sürdü isə to ilə verəcəm. 191-də isə deyir ki, how did you get here? Bura necə gəldin? Did you come by train? Qatarla gəldin. Bilirik ki, trainin qabağında article yoxsa 100% by ilə işlənib. Onda cavab ya dedi, ya yedi. Və nəqliyyatlar dedim axı vizlə verilmir. İnsanlar vizlə verilir. 192-də menecer teleqramlara cəhd baxdı və onları mənə verdi. Askın sonra sözünü işləmir. Baxmaq look at-də olur, amma axtarmaq mənasında işləmir burada. Askdan sonra da to gəlmir deyə bu da çıxdı, qaldı B variantı. Nəysə, bir də baxaq. Menecer teleqramlara cəhd nəzərdən keçirdi. Onları mənə verdi, gave them to me. Askdan sonra sözünün gəlmədiyinə görə götürmürəm. 193-də enterdən sonra sözünü gəlmir. In the morning olur. Heç nə, in cavab da qalır elə 193-də Y variantı. Sonra gələm 194-də. Yüksəklik qorxusu o qalanın zirvəsinə dırmaşdı. Yüksəklik qorxusuna baxmayaraq in spite of olmaz deyə B variantını götürərəm. Çünki in spite of işlənmədiyinə görə götürmürəm onu. 195-də deyir ki, çoxlu çöl fəaliyyətləri ləğv olunmuşdu gözlənilməz qasırğaya görə. Görə də bilirik ki, due to var, because of var. 196-da o oturdu, böyük bir çətirin altında olar yəqin ki. 197-də deyir ki, məktub bastırılmışdı, köhnə qəzetin hissələrinin altında olar. Çünki digərləri uyğun gəlmir. İçində, içinə, yanında, susuz. Interested in-lə işlənir. Birinciyə in verəcəm, axırıncıda isə ət verəcəm. In, ət işlənən variantda təkcə B variantındadır. 199-da she removed her shoes. O ayaqqabılarını götürdü. Qapı çıxış doorway qapı yolunda and placed them neatly və onları yerləşdirdi chair. Stolun içinə yerləşdirdi, stoldan yerləşdirdi. Baxıram ki, başqa hansı mənaya uyğun gələ bilər. Stolda he removed her shoes from the doorway. O qapının ağzından ayaqqabılarını götürdü və onları stolun üstünə, səliqəli şəkildə yerləşdirdi onlar. 200-də deyir ki, mən çox erkən səhər oyandım. Səhər in the morning olacaq. Və getdim iclasa taksi ilə bay olacaq. Və asqdan sonra da sözünü gəlməyəcək deyə heç nə verməyəcəm. Düzgün cavabım D variantı qalacaq.